71-ə baxaq. ABC A nöqtəsindən D düz xəttinə, A nöqtəsindən D düz xəttinə qarşılıqlı perpendikular AB və AC maillər çəkilib. Və maillər düz xətt üzərinə proyeksiyalar 8 və 18-dir. Bu da AH olsun. Maillərin bu D düz xətti üzərində olan proyeksiyaları 8 və 18 uyğun olaraq. Və AH-ı tapın deyir. A nöqtəsindən D düz xəttinə qədər olan məsafə. A nöqtəsindən D düz xəttinə qədər olan məsafə də AH məsafəsidir. AH bərabərdir. AH-ın kvadratı bərabərdir. BH vur HC-yə F kritisdir. AH-ın kvadratı bərabərdir. 8 vur 18-ə. AH kvadratı bərabərdir. 144-ə. AH bərabərdir 12-yə. Baxıram. 74-cü suala baxaq. 74-də bərabər yanlı A, B, C üçbucağıdır. Deyir ki, AB tərəfi AC tərəfinə bərabərdir. Tangens bucağa 4-ün 3-ə nisbəti. Tangens bucağa bizdən bu bucağın tangesi verib. Onda biz burada düzbucaqlı üçbucağı tamamlayaq. Yəni bir dənə BK hündürlüyü çəkək AC tərəfinə. Onda tangens bucağa nəyə bərabərdir? Tangens bucaq A bərabərdir. Qarşıdakı katetin, yəni bucağın qarşısındakı katetin BK-nın bitişik katetin nisbəti AK-ya nisbəti. Bu da 4-ün 3-ə nisbətdir. Onda BK deməli qarşıdakının bitişiyə nisbəti. Burada 4K, burada 3K yazaq. 4-ün 3-ə nisbəti 4K, 3K və burada 5K olacaq. 5K olacaq, onda bu tərəfdə olacaq 2K. Burada düz bucaq olduğundan BC-nin kvadratı onda bərabər olur. 4K-nın kvadratı üstəgəl 2K-nın kvadratına, yəni katetlərin kvadratları üzərinə. BC-nin kvadratı bərabərdir. 16K kvadrat üstəgəl 4K kvadrat. BC də bərabər olur kök atda 20K kvadratına. Bu da bizdə verir 2 kök 5K-ya. Deməli bizim BC-miz də oldu 2 kök 5K, tərəfi də tapdıq. Tərəfi tapandan sonra buranın silək tərəfi qeyd edək. Olacaq. Deməli 2 kök 5K qalsın belə. Bizdən tangens bucaq B-ni istəyir. Tangens bucaq B-ni tapmaq üçün təzədən A-dan bir dənə BC-yə hündürlük endirək. Burada AH hündürlüyü olsun. Çünki tangens bucaq B lazımdır. Tangens bucaq deməli tangens bucaq B də bərabərdir. Bizdə qarşıdakı katetin AH-ın bitişik katetin nisbəti, yəni BH-a nisbəti. A, B, H düzbucaqlı üçbucağında. Deməli biz həm AH tapmalıyıq, həm BH-ı. BC-miz 2 kök 5 ilə. Bərabər yanlı üçbucaqda təpədən çəkilən hündürlük həm median, həm təmbilan olduğundan bölür. Bura kök 5K, kök 5K. Yəni median olduğundan bərabər hissələrə bölür. BH-ı tapdıq. Gələk AH-ı tapaq. AH-ı tapmaq üçün yenə Pifaqordan istifadə edirik. AH-ın kvadratı üstəgəl BH-ın kvadratı bərabərdir AB-nin kvadratına. AH-ın kvadratı bərabər üstə gəlsin. BH-ımız kök 5K-dır, onun da kvadratı 5K kvadratı. AB-miz də 5K-dır, bu deyəcək 25K kvadratına. Buradan da AH-ımız bərabərdir 20K kvadratına. AH da bərabərdir. Deməli olacaq 2 kök 5K. 2 kök 5K. Onda bərabər olacaq. AH-ımız oldu bizim 2 kök 5K. Bölünsün BH-ımız da bizim kök 5K-dır. Bunlar da ixtisar edir, qaldı 2. Baxaq 75-ci suala. ABC üçbucağında CBD 90 dərəcə, BCD 20 dərəcə, bura 20 dərəcə və CD 2 dənə AB-yə bərabərdir. AB x-sə, onda CD 2x-dir. BAD bucağın dərəcə ölçüsünü tapın. Yazaq alfa. Bunun üçün nə edirik? Baxırıq, AB tərəfi x verilib, DC tərəfi 2x verilib. Burada belə tiplərdə həmişə 2x-i x və x hissələrə parçalayırıq. Bunun üçün BDC üçbucağının, yəni düzbucaqlı üçbucağın medianını çəkərəm. Medianını çəksəm, onda x
və x hissələrə bölünür. Biz də bilirik ki, düzbucaqlı üçbucağın medianı onun yarısına, hipotenuzun yarısına bərabərdir. Yəni möhtəşəm üçlü. Burada BK yazaq. BK medianı DC-nin yarısına, yəni x-ə bərabərdir. Buradan baxsaq, B üçbucaq baxsaq BKC-yə. Üçbucaq BKC-də C bucağı 20-dir və burada 20 olur. Çünki bərabər yanlış bucaqdır. Yəni BK bərabərdir KC-yə. Ona görə oturacaq iki bucaqlar bərabər olur. 20 dərəcə 20 dərəcə. Bu da BKC üçbucağın xarici bucağıdır. Xarici bucaqda özünə qonşu olmayan daxili bucaqların cəmidir. Yəni bucaq K da 40 dərəcə olur. Digər tərəfdən ABK üçbucağına baxsaq, ABK üçbucağına. ABK üçbucağında da AB bərabərdir BK-ya. O da x-a. Deməli, bu da bərabər yanlış bucaqdır. Bərabər yanlış bucağın bitişik bucaqları bərabərdir. Yəni, bucaq A bərabərdir bucaq K-ya. O da bərabərdir 40 dərəcəyə. 40 dərəcə. 77-ci sualda da ACB üçbucağında bucaq C 90 dərəcə. CD bərabərdir DY-yə. AC 12-dir. AC 12-dir. YB 8-dir. Bizə CD parçasının uzunluğu istəyir. CD-yə də x yazaq. Buradan baxsaq, üçbucaq ACD və üçbucaq ADY üçbucaqlarına. CD bərabərdir DY-yə. AD tərəfi hər ikisində ortaqdır. Onda bu üçbucaqlar bir-birinə bərabər olur. 90 qarşısındakı AD tərəf, digərində 90 qarşısındakı AD tərəfə bərabərdir. Buradan 12-nin qarşısındakı bucaq belə yazaq. CD və DY-yə bərabər sonra DY x olur. CD-nin qarşısındakı x, DY-nin qarşısındakı x-ə bərabərsə, onda bunların söykəndiyi bucaqlar da bərabərdir. Yəni, qarşıdakı bucaqlar da bərabərdir. Alfa yazırıq. Düzbucaqlı üçbucaqda alfa, onda bunlar da olur beta, bu tərəfdə olur beta. Deməli, bu üçbucaqlar bərabər üçbucaqlardır. Bərabər üçbucaqlarda da burada betanın qarşısındakı 12, sonra burada da betanın qarşısındakı 12 olacaq. Və buradan da biz alırıq ki, AD bizə tənböləndir. Çünki A bucağını yarıya bölür. Tənbölən xassəsinə görə yaza bilərik. 12-nin x-a nisbəti bərabərdir 20-nin deməli DB-yə nisbətinə. Bizdə də bu düzbucaqlı üçbucaq olduğuna görə AC-nin kvadratı üstəgəl CB-nin kvadrat bərabərdir 20-nin kvadratına. Yəni AB-nin kvadratı. AC-miz də 12-nin kvadratı üstəgəl CB-nin kvadrat bərabərdir 20-nin kvadratına. Buradan da CB-miz bizim olacaq 16. CB 16-dırsa CD x demişiksə, onda burada olur 16 çıx x. Onda 12-nin x-a nisbəti bərabərdir 20-nin 16 çıx x-a nisbətinə. Buradan da həll edib x-i tapsaq, x-imiz olacaq bizim 10. Burada x-i səhv dedim. X olur 6. X 6. X 6-dırsa, elə bizdə nə CD-ni istəyir? CD-miz olacaq 6.